Salamlar hər birinizə gənclər, mən Ceyhun İsmailov. Bugün mən sizə the future perfect tense formu, yəni ki, gələcək bitmiş zamanı izah edəcəm. Future perfect tense. Yəni ki, gələcək bitmiş zaman. İlk olaraq qısa məğzini izah edeyim ki, yəni hansı situasiyalarda işlənir. Gələcəkdə bitmiş olacaq hadisədən danışarkən biz burada future perfect tense işlədirik. Yəni ki, mən deyirəm ki, mən sabah işlərimin hamısını bitirmiş olacağam. Tutaq ki, bunu işlədərkən biz future perfect tense işlədəcəyik. İndi bunu daha ətraflı izah edəcəm anlamını. Ondan əvvəl birinci struktura bax, görək necə düzəlir. Baxın, bütün şəxslərə görə yazsam, amma bütün şəxslərlə eyni formada olacaq zaten. Tutaq ki, I, he, she, it. Təkcə he yazım. You, they. Sonra nə qaldı? We. He, she, it. Üçünü də yazaq da. Aha, sonra nə gələcək? Aydan sonra will gələcək. Xətti silim. Will. Daha sonra have gələcək. Daha sonra isə feilin üçüncü forması was gələcək. Yəqin ki, bunu bilirsiniz. Feilin üçüncü forması, məsəl üçün, clean sözü qaydalı feil deyə id əlavə olundu. Cleaned. I will have cleaned home. Home burada daha düzgün olmalı. House yazsaq, nəysə də başda eyni şeydir. Mən evi təmizləmiş olacağam. Məsəl üçün, bunun yanına zaman zərfliyi də yaza bilərik ki, məsəl üçün. Məsələn, tomorrow, sabah. I will have cleaned home tomorrow. Mən sabah evi təmizləmiş olacağam. Gördüyünüz kimi, mənasını ümid edirəm anladınız. Gələcəkdə bitəcək hadisə. O will have cleaned. Bu şəkildə oldu. Bunu digər şəxslərə uyğun yazsaq, yenə eyni şey olacaq. Will. Məsəl üçün, he, she, təkdə də normalda has işlənir. Have, has. Tutaq ki, cəmlərlə have işlənir, təklərlə has işlənir. Amma burada keçərli deyil. Hamısı ilə will have işlənəcək. Will have. Məsələn, clean yazaq ki, send a letter. Tutaq ki, send a letter. Nə vaxt göndərsin? By next week tutaq ki, gələn həftəyə qədər. Gələn həftəyə qədər bu məktubu göndərmiş olacağam. I will have, yəni burada he, she, it də tutaq ki, o göndərmiş olacaq. Ya da you ilə də eyni şəkildə will have sent a letter. İşləndi. They will have sent a letter. Eyni şəkildə we ilə də eyni şey olacaq. Ümid edirəm bunu anladınız. İndi isə keçək bunun sual və inkarını necə düzəlməyinə. Bir cümlə üzərindən izah edəcəm. Digər bütün şəxslərdə də eyni şəkildə olacaq. Məsəl üçün nə yaza bilərəm? I will. Bir dəqiqə. I will. Ümid edirəm xəttimi başa düşürsünüz. Have returned home in June. İyunda mən evə qayıtmış olacağam. Bunu inkarda yazanda will ilə have-in arasına burada not əlavə olunur. Bu hissəyə not əlavə olunur. I will not have returned home
in gün. Eyni digər şəxslərdə də eyni şəkildə olacaq. He will not have returned home in June. İndi bunu inkarda yazsaq necə olacaq? I will have returned home in June. Yəni bu hissəni inkarda yazsaq, daha doğrusu sualda yazsaq. Will əvvələ keçir. Will I have de olduğu kimi burada qalır. Returned home in June. Qalanda yəni ardına belə yazırıq da. Sual işarəsi. Gördüyünüz kimi bu şəkildə. Will I have, will əvvələ keçdi, digər hissələrdə burada qaldı. Bu qədər sadə. Sualın inkarına da baxdıq. İndi gəlin burada bəzi. Əslində baxın. İkinci versiya burada yazmışam. I'm going to have cleaned. Bu bildiyim qədərilə məsəl üçün abituriyentlərlə düşmür. Be going to have ilə işlənənlər. Amma gələcək zamanı yəni iki cür növ var da. Biri məsələn I'm going to do anything və s. kimi, yəni nəsə edəcəmsə mən onu will ilə də işlədə bilərəm. I'm going to ilə də işlədə bilərəm. Be going to ilə yəni. Amma dediyim kimi bu bildiyim qədərilə düşmür abituriyentlərə. Ona görə bunu izah eləməyəcəm. Amma belə baxa bilərsiniz də, baxın. I gəldi, sonra be going to gəlir, be going to. Aynən də am işləndiyi üçün be am-ə çevrilir. I am going to, have də olduğu kimi gəlir və cleaned. Mən təmizləmiş olacağam. Eyni mənanı bu. I will have cleaned desəydim də eyni şey olacaqdı. Burada am going to-nun yerinə onu qoysaydım eyni şey olacaqdı. Sual inkar isə I am not going to have cleaned və daha doğrusu inkarı budur. Hə, sualda am I going to have cleaned bu şəkildə. Sualın inkar bir yerdə olsa aren't I going to have cleaned kimi olur. Belə bu qədər. Bir də indi burada bəzi cümlələr var. Onları da elə belə baxaq. I will have sent all the letters by the end of this week. Bu həftənin axırına qədər mən bütün məktubları göndərmiş olacağam. We are late. Biz gecikirik. The film will already have started by the time we get to cinema. Biz sinemaya çatana qədər film artıq başlamış olacaq və bu future perfect tense formu işləndiyi cümlələrdə bir tərəf cümlənin present simple işlənir çox vaxt, digər tərəf isə future perfect tense işlənir. Yəni ki, biz sinemaya çatana qədər we get, yəni ki, present simple işləndi. The film will already have started, başlamış olacaq. Məsələn, aşağıda elə cümlələr varsa, baxın. You come home by the time, sən evə gələnə qədər present simple işləndi. I'll already have gone to bed. Mən artıq yataqda yatağa getmiş olacağam. I will have done my homework tomorrow. Sabah mən artıq ev tapşırıqlarımı bitirmiş olacağam. By the time you read this letter, sən bu məktubu oxuyana qədər mən getmiş olacağam. They are going to have finished the project by the end of this month. Bu ayın sonuna qədər onlar proyekti bitirmiş olacaqlar. Baxın, burada are going to ilə işləndi bayaq dediyimizlə. Bu yerinə will də vermək olardı. Belə. Bu qədər. Ümid edirəm anladınız. Əgər anlamadığınız hissələr olsa, bunu şərh bölməsində soruşsanız, mən sonra yəni cavablandırmağa çalışaram. Əgər videonu bəyəndisə like atmağı və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşəndək. Sağ olun.